Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi asan və tez başa gələn, çox dadlı, maraqlı bir çiğ dovğa hazırlayacağam. Bəli, düz eşitdiniz, çiğ dovğa. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. Ərzaqlarımız nədən ibarətdir? Yumru düyü götürmüşəm 1 stəkan, göyərtilər və qatıq. Həm asan, həm tez, həm az ərzaqla, amma inanın çox dadlı, ləzzətli bir dovğadır. Əsl isti havaların soyuq yeməyidir. İlk öncə nə edirəm? Pərpətöyünü doğrayıram. Pərpətöyünün də nə qədər faydalı bir bitki olduğunu hər kəs bilir. Baxmayaraq ki, yabanı bir bitkidir, bir çox yerlərdə bitən bir bitkidir. Amma inanın ki, faydalarını saysam, videom bitər belə. Bir dəstə reyhanı da doğrayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Düyünü qaynadıram. Düyünü təmiz-təmiz yumuşam və bunu bişirirəm. Mən yumru düyüdən istifadə elədim. Siz uzun düyüdən də istifadə edə bilərsiniz. Düyünü bişirib, soyudub, sonra əlavə edəcəm qatığın üzərinə. Soğanımızı da doğrayıram. Su qoymuşam qaynamağa. Pərpətöyünü biraz bişirəcəm. Çünki pərpətöyün bilirsiniz biraz sərt olduğu üçün bunu bişirəcəm. Çox qaynatmırıq. Biraz qaynayan kimi pişir. Artıq gördüyünüz kimi pişib. Bunu süzəcəm. Qeyd edim ki, bunu da soyuq halda əlavə edəcəm qatığın üzərinə. Artıq gördüyünüz kimi həm soyuyub, həm də süzdüm. Düyümüz də soyuyub, pərpətöyün də soyuyub. Qazanımıza qatığı əlavə edirəm. Və üzərinə 2 yemək qaşığı mayonez əlavə edirəm. Gördüyünüz kimi düyünü də əlavə edirəm üzərinə. Ərzaqlarımızın hamısını əlavə edirəm. Gördüyünüz kimi artıq dovğamız hazır oldu. Bəli, bunun adı çiğ dovğadır. Çünki bunu bişirmirəm, artıq hazırdır. Üzərinə duz da əlavə edirəm. Bu da bizim asan, tez başa gələn, çox dadlı, ləzzətli çiğ dovğamız hazır oldu dəyərli izləyicilərimiz. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.